1964-cü ildə dünya musiqi tarixində misli görünməmiş bir hadisə baş verdi. Billboard chartında, yəni Amerikan və dünyanın ən nüfuzlu musiqi hit paradında ilk 5 yeri eyni anda bir qrupun 5 mahnısı tutdu. Bu nə əvvəl olmuşdu, nə də sonradan təkrarlandı. O qrup Beatles idi. Onlar musiqidə inqilab etdilər. Sadəcə melodiya ilə, yox düşüncə ilə, ideya ilə. Beatles mahnı yazmırdı, hekayə danışırdı. Hər bir albom bir konsepsiya idi. Sgt. Pepper's Lonely Hearts Club Band artıq bir musiqi deyildi, səhnə əsəri idi. Onlar tək-tək parçalarla yox, albomla danışırdılar. Mahnılar ilk dəfə olaraq bir fikir axını kimi dinlənilirdi. Beatles həm də musiqi kliplərinin banisidir. Vanilla and Strawberry Fields Forever kimi kliplər bütün indi gördüyümüz kliplərin yolunu açdılar. Yəni bugün hər hansı bir klipi izləyirsinizsə, onun başlanğıc nöqtəsi Beatles idi. Beləliklə Beatles bir dövrün simvoluna çevrildi. Onlar gənclərə azad düşüncəni, sual verməyi və ədalətsizliyə qarşı çıxmağı öyrətdilər. Hətta Vyetnam müharibəsində bir səs oldular, sevgi və sülh çağırışçılarına çevrildilər. Onların geyimi, saç düzümü, həyat fəlsəfəsi hamısı bir mesaj idi. Azad ol, özün ol və dəyişməkdən qorxma. Beatles sadəcə bir qrup deyil, bu bir məktəbdir. Onları dinləmək, musiqini, mədəniyyəti, cəmiyyətin necə dəyişməsini eşitmək deməkdir. Beatles'ı dinləmək lazımdır.